Salam, hər vaxtınız xeyir olsun. Kanalımızın dəyərli izləyiciləri, mən Seymur Rəfiyev hər birinizi salamlayıram. Bu günlərdə sizlər üçün, 4-cü sinif şagirdlər üçün monitorinqə dəstək məqsədi ilə növbəti monitorinq tipli sınaq suallarımızın izahını verəcəm riyaziyyat üzrə. Zəhmət olmasa kanalımıza abunə olun ki, hər video izahlardan xəbərdar olasınız. Eyni zamanda bizim monitorinq qruplarımızdan yararlana bilərsiniz. 5 may tarixində yeni çərçivə sənədi əsasında hazırlanmış monitorinq sınaq imtahanımız olacaq. Əlaqə üçün 055 236 81 40 nömrəsinə yazaraq monitorinqlərdən yararlana bilərsiniz. Keçək suallarımıza. İlk sual belədir ki, biri yanlışdır. Deməli, A variantında yazıb ki, 45.068. 45 deməli 45 minlik 6 onluq 8 təklik. Bu doğrudur. İkinci B variantında 70.325. 70 minlik 300'lük 25 onluq. Bu yanlışdır. 25 onluğumuz 25 təklik eləmir, 250 eləyir. Demək, yanlış variant elə B variantıdır. Digər variantlara da baxaq. 980.407. 980 minlik 400'lük 7 təklik doğrudur. 12.690 12 minlik 600'lük 9 onluq. Bu da doğrudur. Yanlış olan B variantında qeyd olunmuşdur. İkinci sual. Deyir ki, A böyükdür 37.520 şərtini ödəyən ən kiçik natural ədəd ilə 28.490 ədədinin cəmini tapın. A əgər ki 37.520-dən böyükdürsə, A-nın yerində ən kiçik ədəd 37.521 olar. Və bununla da 28.490-ı toplasaq, 490-ı toplasaq, bizə verəcək bu 1, 1, 0, 6, 6. Yəni 66.011. Doğru cavab A variantında qeyd olunubdur. Keçək növbəti sualımıza. Deyir, su çənində 4320 litr su götürüldükdən sonra çəndə bundan 3 dəfə az su qaldı. Çənin tutumunu tapın. Deməli, su götürülüb nə qədər? 4320 litr. Götürəndən sonra bundan 3 dəfə az su qalıbsa, bunu bölərik 3-ə. Bu bizə verəcək 1440 litr. Yəni, çəndə 1440 litr su qalıb. Götürülən də nə qədərdir? 4320 litr. Və bərabərdir. İkisi birgə 5760 litr edəcək. Çənin tutumu nə qədərdir? 5760 litr. Doğru cavab A variantı. Keçək növbəti suala. 4 nömrəli sual. Tam bucağın altda bir hissəsi ilə düz bucağın 9'da 2 hissəsi arasındakı fərq neçə dərəcədir? Ümumiyyətlə, tam bucağımız 360 dərəcəli bucaqdır. Bunun 6'da 1'ini tapırıq. Yəni 6'ya bölüb 1'ə vursaq 60 dərəcə. Düz bucağımız 90 dərəcəli bucaqdır. 90 dərəcəli bucağın 9'da 2'sini tapırıq. 9'a bölürük 10, 10'da 2'yə vururuq 20 dərəcə. 60 dərəcədən çıxırıq 20 dərəcəni, qalır 40 dərəcə. Doğru cavabımız olur B variantı. Növbəti sual 5 nömrəli sualdır. Deyir ki, hansı fikir yanlışdır? Rəqəmlərin cəmi 9'a bölünən ədədlər 9'a qalıqsız bölünür. Məsələn, gəlin bir nümunə götürək, 27. 27'nin rəqəmləri cəmi 9'dur və 27 özdə 9'a bölünür, qalıqsız 3 qalır. Deməli, bu doğrudur. Sonu 0 ilə bitən ədədlər 5'ə tam bölünür. Məsələn, 10, 20, 30, 5'ə tam bölünür. Doğru fikirdir. A variantı doğru. B variantı da doğrudur. Sonu 0 ilə bitən bütün ədədlər 10'a tam bölünür. Bəli, məsələn 10, 100, 200, 300 bunlar deməli tam olaraq 10'a qalıqsız bölünür.
Bütün tək ədədlər 2-yə qalıqsız bölünür, yanlışdır. Məsələn, 13 tək ədəddir, 2-yə qalıqsız bölünmür. Yanlış olan variant cüt ədəd desəydi, bəli, cüt ədədlər 2-yə bölünür. Burada doğru cavabımız olan D variantıdır. Keçək növbəti suala. Deməli, 6 nömrəli sualdır. A-nın yerinə hansı ədəd yazılmalıdır ki, bərabərlik doğru olsun? 5 vur, A çıx 4 plus 20 bərabərdir 100. Bunu bir neçə qayda ilə yazmaq olar. Mötərizəni açaq. 5-i A-ya vursaq 5A çıxılsın. 5 4-ünü 20. Deməli, 100-dən 20-ni çıxacaq. Toplanma əməli olduğuna görə qalacaq 80. 5A bərabərdir 20 ilə 80 bizə 100 verir. A da bərabərdir 100-ü də 5-ə bölsək, yenə bizə 20 verir. A-nın yerində yazılacaq ədəd 20 olacaq. Doğru cavab olur B variantı. Növbəti sual 7 nömrəli sualdır. Deyir, fiqurlar haqqında doğru olmayan fikri seçin. Kvadratın bütün tərəfləri bir-birinə bərabərdir. Yəni, kvadratın bütün tərəfləri bərabərdir, doğrudur. Düzbucağlının qarşı tərəfləri bərabərdir. Bəli, bu tərəfə bərabərdir, bu tərəflə bərabərdir. Sonra, kubun 8 təpə nöqtəsi var, bu da doğrudur. 608 təpə, 12 tir, bu da doğrudur. 3 bucağın 4 tərəfi olur, yanlışdır. 3 bucağın 3 tərəfi olur. Doğru cavab elə burada D variantı. Yəni, yanlış olan məlumat odur. Keçək növbəti suala. 8 nömrəli sualdır. Deyir, 720 ədədindən bu ədədin 3/1-ni çıxılarsa, nəticə neçə olar? Birincisi, ədəd verib bizə hissəsini tapacaq. 720-ni 3-ə böləcəyik, 1-ə vuracaq 240. Sonra 720-dən 240-ı çıxırıq. Nəticə neçə olur? 480. Doğru cavab olur C variantı. Keçək növbəti bir suala. Deyir, Əli fikrində tutduğu ədədi 16 dəfə artırsa, hasil 8640 olar. Əgər bu ədədi 12-yə bölsə, cavab neçə olar? Deməli, Əlinin fikrində tutduğu ədəd haqqında məlumatımız yoxdur. X-dir. 16-ya vursa 8640 edəcək. O zaman X nəyə bərabərdir? 8640-ı bölürük 16-ya. X də bərabərdir 540-a. Əlinin fikrində tutduğu ədəd 540 olub. Həmin 540-ı deyir ki, bir də 12-yə bölsə neçə alınır? 540-ı da biz 12-yə bölsək 45 alarıq. Doğru cavab olacaq B variantı. Növbəti bir sual. Bölən 80, qismət 22, qalıq 31 olarsa, bölünən neçədir? Baxaq, deməli, bölünən, qismət, bir də qalıq verilib. Burada bölünəni axtarırıq. Bölən verib bizə. 80-i vurarıq 22-yə. Çünki görək bölən neçədir. Sonra qalığı da üstünə gələcək. 1760. Qalığımız 31-dir. 1760-ın üzərinə də 31 gəlirik. Olur 1791. Deməli, bölünən 1791 olub. 80-ə bölmüşük, qismət 22, qalıq da 31 alınıbdır. Keçək növbəti suala. 11 nömrəli sual sürət məsələsinə aiddir. Şəhərdən eyni anda əks istiqaməti 2 avtobus yola düşür. 4 saatdan sonra aradakı məsafə 496 km olur. Əgər birinci avtobusun sürəti 72 km/saatdırsa, ikinci avtobusun sürətini tapın. S var, yəni məsafə 496. Zaman var 4 saat. V1 var 72. Bizə V2 lazımdır, o da X-dir.
Əgər əks istiqamətdə gedirsə sürətlər toplanır. Yəni 72-nin üzərinə x gəlirik. Vururuq 4-ə, bərabər eləyirik 496-ya. 72 üzərinə x bərabərdir. 496-nı 4-ə bölərik. 124 edəcək. X də bərabərdir. 124-dən 72-ni çıxarıq. Nəticəni alarıq 52. Deməli, avtobusun sürəti olacaq 52 km/saat. Keçək növbəti suala. Deyir, çevrənin xaricinə toxunan kvadrat çəkilmişdir. Çevrənin radiusunun 3 misli ilə kvadratın perimetrinin cəmi 44 cm olarsa, çevrənin diametri neçə santimetrdir? Baxaq, ilk öncə bir kvadrat çəkək. Buna toxunan çevrə çəkdik. Bura qədər radius adlanır. Buradan da bura qədər radius. Kvadratın tərəfi olacaq 2 radius. Bizə deyir radiusun 3 misli. Yəni bir dənə radiusun 3 misli edəcək 3r üzərinə. Əgər kvadratın tərəfi 2rdirsə, perimetr p bərabərdir 4a düsturu ilə tapılır. 4'ü də 2'yə vursam 8r edəcək. Üzərinə 8r, çünki deyir ki, kvadratın perimetrinin cəmi 44. Bərabərdir 44'ə. 8, o da 3. 11r bərabərdir 44. R də bərabərdir 4 santimetr. Radius 4 santimetr isə diametr olacaq. 4 vurulsun 2 bərabərdir 8 santimetr. Doğru cavabımız olur D variantında. Suallarımız bu qədər. Növbəti suallarda görüşənədək sağ olun, salamat qalın.